Einstein'dən tez-tez soruşulan Tanrıya inanırsınızmı sualına hər dəfə eyni cavabı verirdi. Mən Spinoza'nın tanrısına inanıram. Bəs Spinoza kim idi və o necə bir tanrıdan bəhs edirdi? Hollandiyalı filosof Baruch Spinoza 17-ci əsrdə yaşamış, Descartes ilə birlikdə müasir fəlsəfənin banilərindən biri sayılır. Amma onu fərqləndirən əsas məqam Tanrıya baxışı idi. Spinoza Tanrını cəza verən, hesaba çəkən və ya yuxarıdan əmr yağdıran bir qüdrət kimi yox, təbiətin özü ilə bir olan, sevgi ilə qucaqlayan, hər şeyin içində yaşayan bir varlıq kimi görürdü. Einstein məhz bu tanrını sevirdi. Spinoza'nın tanrısı deyir: "Dua etməyi dayandırın. Mən sizdən yalvarış yox, həyatı dolu-dolu yaşamağınızı istəyirəm. Mahnı oxuyun, sevin, toxunun, görün, hiss edin. Mən sizin mənim üçün tikdiyiniz soyuq daş binalarda deyiləm. Mən dağlardayam, dənizlərdə, küləkdə, günəşdəyəm. Mən yeni doğulmuş bir körpənin təbəssümündəyəm. Sevgidə, dostluqda, təbiətdəki hər möcüzədəyəm. Səfil həyatınız üçün məni günahlandırmağa dayandırın. Mən sizi heç vaxt günahkar olaraq yaratmamışam. Seks pis deyil, cinsi həyat qadağan deyil. Bunlar sizin sevginizi və coşqunuzu paylaşasınız deyə verdiyim hədiyyələrdir. Mənimlə